Baxın qızlar, görün nə surətlə yığışdıracağam. Baxın. Hər kəsə salam qızlar, necəsiniz? Son vloqlarım sizlər tərəfindən izlənir, bəyənilir. Belə bir bol köpüklü kofemi götürürəm, gedirəm makiyaj eləməyə. Çünki bugün biz evdə olmayacaq. Və vloq çəkməyə davam eləyəcəm. Dəstəyiniz üçün çox sağ olun qızlar. Yaxşı ki, hər biriniz varsınız. Yaxşı ki, məni seçmisiniz qızlar. Çox sağ olun dəstəyiniz üçün. Həqiqətən də burdan sizə nə desəm azdır da, yəni nə desəm azdır sizə. Videonun başında da dediyim kimi qızlar, bugün evdə olmayacağam. Bugün sizə bir mol vlogu deyək. Podruqamla görüşəcəm bu vloqda. Açandı, mola getmirdim. Bugün istədim gedim, sizin üçün də biraz çəkim. Çünki çox gözəl endirimlər var və siz də yararlanın istədim. Burada Kiko'nun stendindəyəm. Mənim ən sevdiyim tonalni krem Kiko'dandır və gəldim ki, baxım görüm varsa sizə deyim. Çünki çox soruşurdunuz onu məndən. Təəssüf ki, tapa bilmədim. İndi orada işçilərdən də soruşa bilmədim. Çünki endirimlər var idi deyə dəhşət çox adam var idi stenddə. Burada çalışdığım qədər sizə endirimləri göstərirəm, qiymətləri göstərirəm. Bu pomadalar, nə bilim CC kremlər, hər biri endirimdə idi. Mən heç vaxt o qiymətə CC krem görməmişdim Kiko'da. Bu highlighterdır, rəngarəng. Baxmaq istədim onun pigmentinə. Yəni başa düşmədim o pudradır yoxsa highlighterdır. Daha sonra qızlar Miyuma getdim. Miyuma ilk dəfə idi gedirdim bu arada. Anar Beauty var burada. Yerli brendimiz. Daha çox bunu Trendyolda satırdılar, amma burada birinci dəfədir gördüm. Pigmentlərini yoxladım. Ən birinci elə bildim ki, bunlar glitterdir. Amma çox gözəl pigment olan tenlərdir. Xoşuma gəldi. Amma mənim ten paletim çoxdur deyə bilmirəm alım ya yox. Yəni qiymətini də gərək maraqlanardım, sizə deyərdim, amma təəssüf ki, heç birinin qiymətini bilmədim. Amma belə qablaşdırılması falan çox gözəl idi. Qızlar, Miyumda belə başa düşdüm ki, burada ən çox Lux markalardır, Dolce Gabbana'dır, Tırtırdır. Tırtırın bu arada kuşonu mən yaxınım rəfiqəmdə var. Rəfiqəm deyəndə qohumum da çox gözəldir, çox bəyənir. Burada Chanel'in məhsullarıdır gördüyünüz kimi. İnşallah gələcəkdə kanalım böyüyəndə, daha çox gəlirim olanda gəlib sizlə buradan qəşəng alış-verişlər eləyərik. Daha sonra qızlar Karacaya girdim. Qızlar, məndəki qabdan yoxdur. Mən də Karacadan almışdım 2 ilə. Prosta bunlar başqadır. Görəsən məndəkindən var. Yoxdur, belə baxıram. Özüm üçün qazanma bol istəyirəm. İsmi belə qəşəngdir. Havası, belə çox bol istəmirəm. Qiyməti də budur. Mənə bunlar lazım deyil, sanki falan istəmirəm. Sırf belə dəst olsaydı, kreditlə falan götürərdim. Balaca da olar əslində. 339'a da arası. İşlətmisiniz Karacanın qazanlarından, necədir bilmirsiniz? Karacadır, Emsandır. Bunların qablarını çox bəyənirəm. Burada bunu gördüm, elə bildim şüşədir. Sonra əlimi vurdum, gördüm ki, kalçukdur. Yəni mənasız gəldi məncə. Kalçuk zavtraq seti olar, yəni başa düşə bilmədim. Sonra burada belə çəngəl bıçaq seti var. Bu qara gördüyünüz var ya, ən bahalısı bunlardır. Bir dəfə qiymətlərini maraqlanırdım bunların. Ən bahalısı o qaradır, amma məncə ən çirkini də odur. Burada sizə göstərirəm. Məncə ən gözəlləri. Baxın bunlar. Çox gözəldir bunlar. Çox zərif, incə, elegantlı görünür. Mənim dəftərlərə, kitablara, iqruşkalara olan həvəsim heç vaxt ölmür, sanki uşağam. Həqiqətən də bunları görəndə uşaqlığım yadıma düşür. Yenidən məktəbə getmək istəyirəm. İstəyirəm yenidən məktəbə hazırlaşım. Ya nə bilim abituriyent olum, ya birinci sinif olum. Bu isə əl işidir, qızlar, çox qəşəngdir. Səhv eləmirəmsə bunu belə satırlar, öz şəklinizi çıxartdırırsınız, düzəltdirirsiniz. Sonra qızlar belə bir dəftər gördüm. Albom kimidir bu. Səhv eləmirəmsə bura şəkli çıxartdırırsınız. Altından tarixi və həmin günün
xatirəsini yazırsınız. Bu isə hamilə xanımlar üçündür. İnşallah mən də bundan birini alacağam. Çox maraqlıdır həqiqətən də. İçini açdıqca adam baxmaq istəyir və gələcəkdə uşaq böyüyəndə, uşağa verəndə məncə çox sevinər. Şəxsən belə bir şey mənə mamam versəydi, çox sevinərdim. Hər gün şəkillərini, xatirələrini yazırsınız. Yəni qiyməti amma bahadır burada. Daha uyğun yerlərdə mən görmüşəm bunları. Bu isə adi dəftərdir. Burada həqiqətən dəftərlərin qiyməti çox qalxıb. Mən tələbə vaxtı bu ərazilərdə oxuduğuma görə gəlib buradan alırdım dəftərləri. Bu isə ABC görüşdür. Burada əlifba sayına görə, yəni çıxan hərflərə görə görüş yerləri var və birini seçirsiniz, tarixi qeyd edirsiniz, ora gedirsiniz. Orada çəkdirdiyiniz şəkilləri isə bura yerləşdirirsiniz. Çox maraqlıdır həqiqətən də sevgililər üçün, ailə quranlar üçün. Çox bəyəndim bunu da. Bunun da qiyməti bir o qədər də münasib deyildi. Bunu almaq istədim, amma qiyməti baha idi deyə almadım. Mənim bacım qızı Anthony Watson'un kitablarını oxuyur ancaq bilmirəm nə tapır. Əslində mən də alıb bunu oxumaq istəyirəm. Dedektiv sevirəm. Bundakı danışığım biraz düzəlsin. Bu köynəyi isə qızlar New Yorkerdə gördüm, çox bəyəndim. Neçə vaxtdır belə köynək axtarırdım özüm üçün. Material falan çox gözəl idi. Qiyməti də endirimdə idi. Səhv eləmirəmsə 7 manat aldım. Qızlar bu köynəyin şalvarları da var. Şalvarlar da 17 manatdır. Məncə payız üçün idealdır, amma şalvarını sevmədim mən. Köynəyi isə götürəcəm. Çox qəşəng endirimdədir. Belə şalvarlar da var. Velizar ceketi. Wow, çok qəşəngdir. Böyle de qəşəng deyil amma məncə. Mənim telefonum üçün keyslər. Xoşum gəlmir bunlardan. Daha sonra qızlar Trenova'ya getdim. Trenova'da da çox gözəl endirimlər var idi həqiqətən də. Hətta burada bəzi şalvarlar var idi. Nazrinka gələnə qədər oturum biraz yeyim, asını yeyim. Podruqam bilirəm hər vloqlarıma baxır. Buranı görəndən sonra isə məni parçalayacaq. Çünki onu gözləmədim, səbrim çatmadı. Biraz yedim də, amma 1-2 dənə soğan halqası yedim cəmi. Yəni məncə buna görə əsəbləşməz. Sonra o gələnə qədər qəşəng yer tapıram, sonra silirəm. Görürsən, sənə görə nə qədər əziyyət çəkir, işləyir bajon, qədrimi bil, qədrimi. Qızlar, sizə makyajımı göstərməmişdim. Göstərim. Sonra podruqam nəhayət ki gəlir. Güya heç nə yeməmişəmmiş kimi gedirik sifariş verməyə. Qızlar, gəldi sifarişlərim. Özümə kartof frey, alman dönəri, padruşkam da lahmacun yeyir. Belə. Burada isə qızlar bir qeybət gedirdi, bir qeybətlər gedirdi. Neçə vaxtda bir-birimizi görmürdük. Təsəvvür eləyin də, qabağımızda yemək, basıb yeyə, qeybətlər elədik. Tay arxasında danışmadığımız qohum qalmadı, podruqa qalmadı, eleşdirmədiyimiz adam qalmadı. Hər şeydən danışdıq. Daha sonra doydum axır ki. Sonra qızlar, bayaq canlı yayımda da dedim, mən səhifəmdə hal-hazırda hədiyyə keçirdirəm. Hər 100 abunəmin içindən birini seçirəm. Ona gözəl hədiyyələr hazırlayacağam. İndi hələ ki fikirləşirəm hədiyyələri. 3-4 dənəsini tapmışam, qalanını bilmirəm. 200-cü abunəmin şərəfinə bir qız seçmişəm və ona növbəti vloqda görəcəksiniz hədiyyəsini hazırlayıb verəcəm. 300 abunə olanda isə 300-cü abunə olmağımın şərəfinə video çəkəcəm və həmin videonun altına birinci yorum yazsa hədiyyə ona gedəcək. Fərqi yoxdur, rayonda olursunuz, kənddə olursunuz, poçt vasitəsilə də göndərə biləcəm. Siz sadəcə hədiyyə qazanmaq istəyirsinizsə, mənim səhifəmi, yəni YouTube kanalımı yaxınlarınıza paylaşın. Hər videonu like eləyin, çalışın, yorumları yazın. Çünki sadəcə ilk yazana yox da, yəni əvvəlki halına da baxacağam ki, görüm daha çox aktiv olub videolarımın altında. Bunu bəyəndim. Oturuşu çox gözəldir. Belə. Gərək payız üçün belə bir şey alım, trench coat kimi. Çıxanda onun yekəsi, balacası var. Qiymətini göstər. Amma bu qəşəngdir, amma bu. Yarpaq da qəşəngdir. Az buna bax hələ. Balıqlı boşqab. Qızıldadır. Nasıl eyni şeydir də. Temuda ondan ucuzdur.
Az elə buna bax, balaca 6 çaşka. Maraqlıdır amma bu. Bana maksimum 10 manat pul verirəm. Kızlar baxın görün burada nələr var. Çokopayın fərqli növləri var. Kızlar Garnier'in maskaları endirimdədir. Az patçilərinə bax 1.80-da. Vay vay vay. Az zagar yağlarına bax hələ. Kızlar bu kız padruqam yəni. Mənə məcbur bunu aldırır ki, bunu iç, bəyənəcəksən. Siz də alın, için, bəyənin. Elə bu kofeyini bu buraxıb. Neysə. Hə, mən də alıb içeyim, sınayım, sizə fikrimi deyəcəm. Siz də alıb içərsiniz, baxarsınız. Ondan sonra evə gedəndə içəcəm. Bu vlogda görəcəksiniz də bəyəndim ya yox. Bəyənsəm alarsınız, bəyənməsəm də almarsınız. Bax, bunun belə bu rəngi də var. Bu da var. Bunu bloger kız tərifləyirdi. Görən götürün. Bu qədər şey götürdüm kızlar. Bu kofeni padruşkamın məcburiyyəti ilə alıram. Bunu qaynanam istəyirdi. Bu da şəftəli qurusu. Bunu da blogerdə görmüşdüm. Bir dənə də su. Gözləyirəm bu xanımı. Kızlar, bu markoflardan heç yemisiniz? Biz uşaq vaxtı papam Rusiyadan gətirirdi ondan kilo ilə. O dadı vermir amma bu. Aha, tapdı. Və yenə dəftər mağazası tapdım. Bura çox uyğun qiymətə idi. Sadəcə kart keçmədi deyə almadım. Belə mağazalara bugün getməyimin səbəbi özüm üçün qəşəng bloknot axtarıram. Çünki bəzən ağlıma video fikirləri gəlir. Sadəcə yazmağa vaxtım olmur. Əlimin altında belə balaca bloknot olsa, həm də ilhamlanaram, yazaram. Sonra sizin üçün o videoları çəkərəm və ya hekayələr ağlıma gələndə belə səsləndirdiyim zaman da danışaram sizin üçün. Məncə maraqlı ideyadır. Sizcə necə fikirdir? Və qızlar, bu mağazada belə maraqlı çaşkalar da var. Bunların da qiyməti münasibdir. Çox qəşəngdir. Evimizin yaxınlığındadır. İnşallah yaxın zamanda gələcəm bura. Sadəcə mən gedəndə burada kartla ödəniş yox idi. Dedilər yaxın zamanda gələcək kart. Üstümdə də nəqd pul yox idi deyə heç nə ala bilmədim. Yəni belə oyunlar da alacağam. Axşamlar məsələn evə qonaq gələndə, yığışanda, eləyəndə oynamaq üçün. Daha sonra burada maraqlı mafiya, Uno kartları da var idi. İnşallah gələn vloglardan birini görəcəksiniz ki, gedirik buradan bol-bol şeylər alırıq. Padruqamın mənə zorla aldırdığı kofeni də burada düzəldib içirəm ki, dadına baxım. Qızlar, dadı həqiqətən də çox gözəldir. Belə qaymaq kimi dadı var. Biraz da acılıq var. Əgər siz çox şəkərli sevirsinizsə, şəkər əlavə eləyə bilərsiniz. Amma mən zaten sərt kofe sevirəm. Burada isə xalçaları yuyuram. Əslində bu vlog uzun olacaqdı. Sizə xalçanı necə yuduğumu falan göstərəcəkdim. Sadəcə telefonumun zaryadkası qutardı və xalçanı tək başıma özüm yudum, sizsiz və sonra qurutmağa sərdik. Kotletin. Burada belə. Qızlar, reyhanları yumuşdum belə, indi quruduram belə dəsmal üstündə, suyu çəkilsin. Sonra qoyacağam xaladelnikə. İndi isə qablara yuyacağım. Qədər. Sonra gedib yatacağım. Gəlin qızlar, sizə baxım məhsullarımı göstərim. Bu mənim saç şampunumdur. Axırıncı dəfə Rossmandan almışdım. Endirimli idi, çox gözəldir. Bu duş gelindən istifadə edirdim. Bu bitdi, başqası var idi. Bunun qabı xoşuma gəlir deyə tökdüm ona. Saç maskası budur, Faberlic-indir. Sonra bunu utanaraq göstərirəm. Skin 1004-ün belə bir hidrofil yağı var məndə. Sonra bunu Alivia'da da göstərdim sizə. Bundan istifadə edirəm. Bu çox gözəldir. Üzümə köpüyüm isə budur. Yəni belə bunlardan istifadə edirəm mən. Ekstra bir şey istifadə edirəm. İndi isə qızlar duşdan çıxdım. Sizə göstərim üz baxımımı necə edirəm duşdan sonra. İlk öncə biodermadan götürürəm. Pambığa vururam belə. Sonra bu gözümü silirəm. Sonra qulaq çöpü götürürük. Bir damcı ısladırıq. Bunu çox yox, çox olmaz. Gözün iç hissəsini, kipriyin altın falan hər yeri silin. Baxın, görürsünüz. Qaldırırıq gözü. Burasını da silirik. Üzümə isə bu toner paçlardan istifadə edirəm. Faberlic-in. Bunlar çox qəşəngdir.
Qırdım, tökdüm, dağıtdım həmişəki kimi. Bundan 2 ədəd götürürük, belə qəşəng silir yüzümüzü. Belə qoyun, hər yeri silin. Sonra bunları böyle yanağımda falan saxlayıram. Burnumun üstündə, yanağımda hər dəqiqədən bir dəyişirəm yerin. Bu belə. Mütləq ki dodaqlarımızı unutmuruq. Dodaq balımı. Sonra saçları əslində deyirlər yaş daramazlar, amma mən darayıram. Məncə onda qırıqlar tökülür. Sonra olenin bu spreyindən tətbiq eləyirəm. Mütləq bunu vururam qızlar. Əsas saçın uclarıdır. Ucu qırılmadısa saçın, ucunu qoruya bilsə, saç uzanır əslində hamıda. Sadəcə siz saçınıza çox fen vurursunuz, uclarına baxmırsınız deyə saçınız qırılır. Bir də saçın materialından asılıdır. Mənim saçımın materialı maşallah olsun çox yaxşıdır. Bizdə bu genetikadandır. Hər kəsin saçı belə qalın və tez uzanandır. Belə bir argan yağım var. Bunu mənə bacım vermişdi. Hardan alıb bilmirəm. Amma çox qəşəngdir. Qoxusu da qəşəngdir. Belə götürürük bundan. Sadəcə uclarını belə toxundururam. 2 hissəyə ayırıram. Saça yağı da çox vurmaq olmaz qızlar. Başınız yağlı olacaq. Bir də ki uc hissələrinə vurun. Yedizdirin bu yağı saçın ucuna. Всё, saç baxımım bu qədərdir mənim. Saçıma balzam falan heç nə istifadə eləmirəm. Maksimum bayaq göstərdim sizə. O maskadan istifadə edirəm. Onu da hər dəfə istifadə eləmirəm. Ehtiyac olduqda istifadə edirəm. Və üzümə bu nəmləndirici kremlə vururam. Faberlikdən almışam bunu da. Üzdə ucuzdur. 2-3 manatdır bu da. Mən elə də bahalı şeylər almıram. Çünki yəni bütçəm buna çatır da. İnşallah gələcəkdə məşhur bloger eləsəz məni. Mən də məşhur blogerlər kimi Esteladur falan istifadə eləyərəm. İnşallah. Manifest deyək. Hələ ki üzümün gördüyü bunlardır. Və heç bir effekt yoxdur üzümdə hal-hazırda. Gözümün qızartısından görürsünüz. Belə. Bunu da tətbiq eləyirəm. Sonra gedirəm yatmağa. Qızlar, videonu bura qədər izlədinizsə, like qoyub, komment yazmağı unutmayın. Çox sağ olun, yaxşı ki varsınız. Artıq kanalımda abunəm 235 idi səhv eləmirəmsə. Həqiqətən də çox sevinirəm. Çox sağ olun, öpürəm sizi.